Salam, hörmətli təhsil verənlərimiz. Bugünkü mövzumuz Türk dünyası ölkələrinin coğrafiyasıdır. Bu günləri Türk dünyası coğrafiyasının bildiyimiz kimi həm 11-ci sinif, həm 10-cu və 9-cu sinif səviyyəsində olan tapşırıqlardır. Və Türk dünyası coğrafiyası mövzusu cəmiyyət məzmun xəttinə aiddir və cəmiyyət məzmun xətti bildiyimiz kimi 18 tapşırıqdan ibarətdir və Türk dünyası ölkələrinin coğrafiyası bu 18 sualın içərisindədir. Bugünkü dərsimiz həm məlumat verici, həm öyrədici və həm də diqqət edilməli olan məqamlara toxunacağıq bugünkü dərsimizdə. İstərdim ki, təqdimatımıza başlayaq. Birinci tapşırığımız cədvələ əsasən düzgün bəndi müəyyən edin tələb olunur. Burada Türk dövlət qurumları, dövlətləri və ya qurumları, onların aid olduğu iqlim qurşaqları tapmaq tələb olunur. Burada birinci tıva, yəni gördüyümüz kimi cədvəldə doğru və yanlış, yəni müsbət və mənfi cavablarla tapşırığımızın cavablarını tapmağa çalışacağıq. tıva dövlət və ya qurumu, tıva bildiyimiz kimi dövlət qurumudur, Rusiyanın tərkibindədir və subtropik iqlim qurşağı bəndinə müsbət işarəsi qoyulub. Bildiyimiz kimi tıva dövlət qurumu, tıva dövlət qurumu, karandaşdan bəli. tıva dövlət qurumu Rusiyanın tərkibində və bütövlükdə mülayim iqlim qurşağında yerləşir. Deməli, burada tıva doğru cavab deyil. Sintezyan Uyğur Respublikası, bildiyimiz kimi Sintezyan Çin dövlətinin ərazisindədir və buradan gördüyümüz kimi həm mülayim, həm də subtropik iqlim qurşağında yerləşir. Tapşırıqda Sintezyan Uyğurun qarşısına həm subtropikə, həm də mülayim qurşağa müsbət işarəsi qoyulmuşdur. Doğru cavablarımızdan biri budur. Tataristan Respublikası, bildiyimiz kimi Tataristan Respublikası da Rusiyanın ərazisindədir. Ural-Volqa boyunda yerləşir. Bu ərazidədir və bütövlükdə mülayim iqlim qurşağında yerləşir. Deməli, Tataristanın qarşısında subtropikə və mülayim qurşaqda yerləşir bəndi doğru deyil. Özbəkistan həm mülayim iqlim qurşağında, həm də müəyyən bir hissəsi subtropik iqlim qurşağında yerləşir. Bu tapşırıqda isə subtropik iqlim qurşağının qarşısında mənfi işarəsi, mülayimdə isə müsbət işarəsi qoyulmuşdur. Deməli, bu da tapşırığımızın doğru bəndi hesab edilmir. Başqırğızstan, bu da Rusiya Federasiyasının tərkibində olan bir Türk dövlət qurumudur və bu da Tataristanla qonşuluq mövqeyidədir və bütövlükdə mülayim iqlim qurşağındadır. Tapşırığımızın düzgün cavabı Sintezyan Uyğur həm subtropik, həm mülayim iqlim qurşağında, Başqırğızstan isə bütövlükdə mülayim iqlim qurşağında yerləşir bəndi olaraq C bəndidir. Növbəti tapşırığımıza baxaq. Müvafiq olaraq Volqa-Ural və Şimali Qafqaz regionunda yerləşən Türk dövlət qurumlarını müəyyən edin. Tapşırığı verilib. Burada bildiyimiz kimi, gəlin əvvəlcə xəritə ilə, bu bizim dərsliklərimizdə istifadə edilən xəritələrdir və bu xəritələrə əsasən də tapşırığımızın həllini tapmağa çalışacağıq. Ural-Volqa boyu ərazisi Rusiyanın tərkibində 3 Türk dövlət qurumunu əhatə edir.
Çubaşiya, Tataristan ve Başkırdıstan. Tapşırığımızın içerisinde verilen Şimali Qafqaz regionunda yerləşən qurumlar isə 13 rəqəmi ilə və 11 rəqəmi ilə verilən iki Türk dövlət qurumudur. Kabarda-Balkariya və Qaraçay-Çərkəz. Və bu biliklərimizi yadımıza salaraq tapşırığın cavabını axtarırıq. Tataristan Ural-Volqa boyundadır, Tıva isə Sibir regionundadır. Deməli, A bəndi deyil. B bəndində Çuvaşiya Ural-Volqa boyunda, Kabarda-Balkariya isə Şimali Qafqaz regionunda yerləşdiyi üçün cavabımız B bəndidir. Tapşırığın düzgün cavabını özümüz üçün dəqiqləşdirmək üçün digər variantlara da baxmağımız lazımdır. Başkırdistan Ural-Volqa boyunda, Altay isə Şimali Qafqaz regionu deyil, Sibir regionunda yerləşir. D bəndində Qaraçay-Çərkəz və Kabarda-Balkariya Şimali Qafqaz regionunda hər ikisi. Y bəndində isə Altay, yenə dediyim kimi, Sibir regionunda, Tataristan isə Ural-Volqa boyunda yerləşir. Tapşırığımızın özümüz üçün müəyyən etdik ki, tapşırığımızın düzgün cavabı B bəndidir. Digər tapşırığa baxsaq, Turan ovalığı, Üstyurt platosu və Qızılqum səhrasını birləşdirən ümumi əlamət. Bunun üçün Türk dünyası dövlətlərinin yerləşdiyi bir ərazini əvvəlcə yadımıza salmalıyıq. Bildiyimiz kimi Türk dünyası ölkələri və dövlət qurumları bütövlükdə Avrasiya materikində yerləşir. Gəlin, xəritəyə baxaq. Və bütövlükdə Avrasiya materikindədir və burada müəyyən və nisbətən geniş bir ərazini əhatə edirlər. Biz burada verilən, tapşırıqda verilən coğrafi obyektlərin yerini xəritədə axtarmalıyıq. Bunun üçün Turan ovalığı bildiyimiz kimi Qazaxıstanın, Türkmənistanın və Özbəkistanın ərazisində yerləşir. Üstyurt platosu Qazaxıstanın ərazisindədir. Digər məntəqəmiz Qızılqum səhrası. Qızılqum səhrası Özbəkistan Respublikasının ərazisində yerləşir və tapşırığımıza geri dönürük. Ən qədim qırışıqlıq vilayətləridir. Bildiyimiz kimi Turan ovalığı cavan platformadır. Üstyurt platosu artıq platforma ərazisidir. Qızılqum səhrası da həmçinin. Və bunların yerləşdiyi ərazilərdə qədim qırışıqlıq vilayətləri nə Turan ovalığına uyğun gəlmir. Yəni, A bəndi cavabımızın, testimizin doğru cavabı deyil. Əraziləri Sibir platforması üzərində mərkəzi mövqe tutur. Buna baxarıqsa, Sibir platforması nə Türkmənistanın, nə Özbəkistanın ərazisinə uyğun gəlmir. Ümumiyyətlə, yəni bu ərazilər Turan platforması, Turan ovalığı, nə də Üstyurt platosu və yaxud da Qızılqum səhrası Sibir platformasında yer etmir. Bütövlükdə mülayim kontinental iqlim tipində yerləşirlər. Mülayim kontinental iqlim tipi bildiyimiz kimi iqlim xəritəsinə baxsaq, mülayim kontinental iqlim tipi Ural dağlarından qərbə doğru olan, yəni Şərqi Avropa platformasının ərazisində yerləşir və istəyir Üstyurt platosu və yaxud da Turan ovalığı ya da Qızılqum səhrası həm subtropikin, həm də mülayimin kəskin kontinental, yəni kəskin kontinental tipində yerləşir. Deməli, C bəndi də tapşırığımızın doğru cavabı deyil. Qazaxıstan Respublikası ilə Sintezyan Uyğur Dövlət Qurumunun sərhədləri daxilindədir. Biz baxaq siyasi xəritəyə. Qazaxıstan Respublikası ilə Sintezyanın, baxın, sərhəd mövqeyində olan hissə, yəni bura nə Qızılqumun, nə Üstyurt, nə də Turan platformasının ərazisinə uyğun gəlmir. Buna görə də tapşırığımızın düzgün cavabı
Türk dövlətlərinin ərazisində yerləşirlər. Bəli, Turan ovalığı Türkmənistan, Özbəkistan, Qazaxıstan, Üsküd platosu Qazaxıstan, Qızılqum səhrası isə Özbəkistanın ərazisində yerləşir deyə Y bəndini doğru cavab kimi qəbul edirik. Digər tapşırığımıza baxsaq, bu cədvəl tipli bir tapşırıqdır. Doğruya doğru, yanlışa yanlış bəndlərini seçməliyik. Uyğunluğu müəyyən edin. Doğru bəndə aid olan hissədə Tataristan və Başqırdistanın ərazisinin bir hissəsində qarışıq meşələr təbii zonası yerləşir. Bunun üçün biz Türk dövlət qurumlarının yerləşdiyi təbii zonalar xəritəsinə diqqət eləməliyik. Gəlin, praktik olaraq bu xəritəyə baxaq. Deməli, Tataristan və Başqırdistan Türk dövlət qurumlarının ərazisi, baxın, bu əraziyə uyğundur və burada həm enli yarpaqlı, həm də qarışıq meşələr yerləşir. Bu doğru cavabdır. Bizim tapşırığımızın bəndində bir hissəsində yazıldığına görə biz bunu doğru götürürük. Yəni, bütövlükdə yazılmayıb. İkinci bənd, Türkiyə Respublikasının ərazisində sitrus meyvəçiliyinin inkişafı üçün əlverişli təbii şərait vardır. Bildiyimiz kimi, Türkiyə Respublikası Aralıq dənizi iqlim tipində, Anadolu yaylasında və ərazisinin müəyyən bir hissəsi codyarpaqlı meşə və kolluqlar zonasında yerləşir. Və bildiyimiz kimi Aralıq dənizi iqlim tipi sitrus meyvəçiliyinin inkişafı üçün əlverişli bir şəraitin olduğu iqlim tipidir. İkinci bənd də doğru bənd hesab olunur. Üçüncü, çəltikçilik TİVA, Türk Dövlət Qurumunun ixtisaslaşma sahəsidir. Dünyanın kənd təsərrüfatı mövzusundan məlumatımız olduğundan biz burada belə deyə bilərik ki, çəltikçilik subekvatorial, dəyişən rütubətli, muson iqlim tiplərində, yəni rütubətin daha çox olduğu və əsasən düzənlik olan ərazilərdə ölkələrin ixtisaslaşma sahəsi hesab olunur. Biz TİVA-nın fiziki coğrafi mövqeyinə nəzər salsaq və TİVA-nı görərik ki, Sayan dağlarının bir hissəsində yerləşir. Yəni, TİVA dağlıq ölkədir və çəltik əkinləri isti və rütubət sevən bitki olduğundan bu TİVA Respublikasının ixtisaslaşma sahəsi, yəni hesab oluna bilməz. Üçüncü bənd, doğru bəndin aid olan hissədə yanlış olduğuna görə üçüncünü biz qəbul etmirik. Yanlışda yanlışı müəyyən etməliyik. Saxa Yakutsk Türk Dövlət Qurumu bütövlükdə tundra təbii zonasında yerləşir. Yenə biz təbii zonalar xəritəsinə müraciət etməliyik. Gördüyünüz kimi təbii zonalar xəritəsində Saxa Yakutyanın ərazisi sərhədləri müəyyən olunub və burada yalnız tundranın deyil, həm tayqanın, tundranın və Arktik iqlim qurşağına aid olan Arktik səhralar da özünə yer tapıb. Buna görə də bütövlükdə tundra təbii zonasında yerləşir ifadəsini doğru hesab etmirik. Yanlış da yanlış. Digər bəndlərə baxaq. Qaraçay-Çərkəz və Kabarda-Balkariya Şimali Qafqaz regionunda yerləşirlər. Deməli, bəli, Qaraçay-Çərkəz və Qaraçay-Çərkəz və Kabarda-Balkar respublikaları bildiyimiz kimi Qafqaz dağlarının şimal hissəsində yerləşir və bu yanlış bənddə doğru olduğuna görə doğru cavab olaraq qəbul etmirik. 6-cı bənd, Türk dövlət və qurumlarının ərazisi tropik işıqlanma qurşağında yerləşmir. Biz bu ifadənin doğruluğunu özümüz üçün müəyyən etməliyik. Bildiyimiz kimi, tropik işıqlanma qurşağının sərhəddi şimal tropik
xətti, yəni şimal 23,5 və cənub 23,5 tropik xəttinin arasında yerləşir. Türk dövlət və qurumları isə bu xəttlə, yəni 23,5 dərəcə nə şimal, nə də cənub tropik xəttləri ilə kəsişmədiyindən, yəni Türk dövlət qurumlarının heç birinin ərazisi tropik işıqlanmada yerləşmir. Buna görə də bu testimizin bu bəndi yanlışda doğru verildiyinə görə qəbul etmirik. Tapşırığımızın doğru cavabı 1, 2 və 4-cüdür. C bəndi. Digər tapşırığa keçək. Türk dünyası ölkələri ərazisindən Şimal Buzlu Hind Okeanı və Atlantik Okeanı hövzələrinə aid olan müvafiq çayları müəyyən edin. Tapşırığına cavab axtarmalıyıq. Yenə də bunun üçün Türk dünyası ölkələrinin xəritəsinə müraciət etməliyik. Yəni bildiyiniz kimi bizim bu dərsimiz öyrədici xarakteri olduğundan mən daha çox xəritələrdən və xəritələrdə və verilən tapşırıqları hansı mənbələrdən doğru cavabını axtarmaq olar, tapmaq olar prinsipi ilə, yəni daha çox xəritələrə müraciət edirəm. Deməli, bildiyimiz kimi Şimal Buzlu Okeana aid olan çaylar. Şimal Buzlu Okeana tapşırıqda verilən Yenisey, yəni bildiyimiz kimi Yenisey çayı, bəli, buradan Türk dünyası ölkələri qurumlarının ərazisindən keçir. Şimal Buzlu Okeana aiddir. Lena çayı, bu da Saxa Yakutiyanın ərazisindən keçir. Da Şimal Buzlu Okeana aiddir. Biraz əyri ola bilər xətlərimiz, amma Dəclə və Fərat çayları, bildiyiniz kimi Dəclə və Fərat çayları Türkiyənin ərazisindən başlayaraq Mesopotamiya ovalığında gəlib Şəddül Ərəb çayı olaraq birləşir və İran körfəzinə tökülür. İran körfəzi Hind Okeanının su toplayıcı hövzəsinə aiddir. Yəni Dəclə və Fərat Hind Okeanı hövzəsinə aid olan çaylar hesab olunur. Digər verilən çaylara baxaq. Dəclə və Fəratı, Qızılırmaq və Seyhan. Yenidən xəritəyə baxaq. Bildiyimiz kimi Qızılırmaq çayı Qaradənizə, Türkiyə ərazisindən, Seyhan çayı Türkiyə ərazisindən Atlantik Okeana tökülür və hər iki çay Atlantik Okeanı hövzəsinə aiddir. Tapşırığımızda doğru cavab Şimal Buzlu Okeana 2, Yenisey və Lena, Hind Okeanına Dəclə, Fərat, Atlantik Okeanına Qızılırmaq və Seyhan. Tapşırığın doğru cavabı A bəndidir. Biraz böyüdək. Bəli. Deməli, növbəti tapşırığımız verilən xüsusiyyətlərin aid olduğu Türk dövlət və ya qurumunu müəyyən edin. Bizə hər hansı bir Türk dövlət və ya qurumunun 3 xüsusiyyətini verilib və bu xüsusiyyətə əsasən biz bu dövlət qurumunu və yaxud da dövləti müəyyən etməliyik. Yenə də biz istər siyasi xəritə, istərsə də fiziki xəritəyə əsasən bu tapşırığımızın cavabını müəyyən etməliyik. Deməli, tapşırığımızda verilmişdi ki, Qazaxıstan və Qırğızistan respublikaları ilə həmsərhəddir. Bildiyimiz kimi, Qazaxıstan, baxın, və Qırğızistan respublikaları ilə həmsərhəd olan Sintezyan Uyğur və yaxud buradan Altay, eyni zamanda Özbəkistan dövləti də ola bilər.
Amma biz hələ ki doğru cavabımızı axtarmaq üçün ekstremal sahələri ərazisinin xeyli hissəsini əhatə edir. Bildiyimiz kimi ekstremal ərazilər və ya sahələr ifrat rütubətlənmiş bataqlıq ərazilər və yaxud quraqlıq ərazilər, yəni isti quraqlıq səhra əraziləri və yaxud da ki, daimi donuşluq olan ərazilər ola bilərlər. Və bu seçim içərisində olan ərazilərdə, yəni istər həm isti quraq, həm də verilən, belə deyək, daimi donuşluq olan ərazilər var və daha da tapşırıqdakı cavabımızı özümüz üçün dəqiqləşdirmək üçün növbəti bəndə müraciət edirik. Türk dünyasının ən hündür və ən alçaq məntəqəsi burada yerləşir. Bildiyimiz kimi Türk dünyasının ən hündür nöqtəsi Çogori 8611 metr və ən alçaq nöqtəsi -155 metr Turfan çökəkliyidir ki, bu məntəqələrin hər ikisi Sintezyan Uyğur Türk Dövlət Qurumunun, yəni Çinin ərazisində yerləşən quruma aiddir. Verilən tapşırığın cavabı Sintezyan Uyğurdur. Digər tapşırığımız Eyler-Venn diaqramına uyğun gələn bəndləri müəyyən etmək tapşırılır. Yenə keçən dərslərimizdən hamımıza məlumdur ki, Eyler-Venn diaqramı oxşar və fərqli xüsusiyyətləri müəyyən etməliyik. Bu Eyler-Venn diaqramı biraz fərqli tərtib olunmuş Eyler-Venn diaqramıdır. Yəni, tapşırığın içərisində verilən seçimlər Eylerin içərisinə daxil edilmişdir. Və tapşırığımızın cavabına baxaq. Bu tapşırığı doğru həll etmək və daha asan və tez həll etmək üçün ən birinciyə aid olan bəndi axtarırıq. 1-ə D. Və baxırıq ki, 1-ə D çöl və meşə çöl zonasında heyvandarlıq və taxılçılıq inkişaf etmişdir. Və yuxarıda verilən xalqların, yəni xalqlara aid olan xüsusiyyətləri seçməliyik. Çöl və meşə çöl bildiyimiz kimi çöl meşə çöl mülayim iqlim qurşağındadır və verilən xalqların içərisində Özbək, Qırğız, Tacik, Qazax və Qaqazların içərisində çöl və meşə çöl zonasında yerləşən, məskunlaşan dövləti müəyyən eləməliyik və bunun üçün də biz yenə də siyasi xəritəyə baxırıq. Burada çöl və meşə çöl zonasına uyğun gələn və bitkiçilik və heyvandarlıq mövzularına əsasən, o biliklərimizə əsaslanaraq müəyyən edir və fikirləşirik ki, bu ölkə və yaxud da xalqın yerləşdiyi, yaşadığı ərazi bu Qazaxa aid ola bilər. Yenə fikirlərimizi dəqiqləşdirmək üçün tapşırığın digər bəndinə, Eylerin digər bəndinə müraciət edirik. İkinci bəndə baxırıq. C bəndi. C-yə 2-yə C ərazisi daxilində Türk Dövlət Qurumu yerləşir. Yəni bu cümləni hansı ölkəyə aid olduğunu, quruma, dövlətə aid olduğunu baxaq. Bildiyimiz kimi burada ərazisində Türk Dövlət Qurumu yerləşən Rusiya dövlətidir, Çin dövləti, Özbəkistan və eyni zamanda Azərbaycan. Yəni bunu bilgi olaraq belə məlumat vermək istədim. Eyni zamanda Moldovanın ərazisində Qaqaziya Türk Dövlət Qurumu var. Amma bizə verilən xalqların içərisində, mənim saydıqlarımın içərisində yalnız Özbəkistandır ki, özbəklərdir ki, onların ərazisində Türk Dövlət Qurumu var. Yəni verilən seçimin içərisində. Bizim bu xəritəmizdə Aral gölünün ətrafında məskunlaşan və mövcud olan Qaraqalpaqistan paytaxtı Nukus olan Türk Dövlət Qurumudur. Yəni bu verilən xalqların içərisində ərazisində Türk Dövlət Qurumu yerləşən xalq, ərazi özbəklərdir. Deməli, ikinciyə biz özbəyi müəyyən eləyə bilirik. Digər cavablarımıza baxsaq, Y bəndinə baxırıq. 2-də Altay dil ailəsinin Uyğur dil qoluna
mənsubdurlar. Bildiyimiz kimi o özbəklər, yəni fikrimizi dəqiqləşdiririk. Tapşırığın doğru cavabının üzərində özbəklər Altay dil ailəsinin Uyğur qoluna aiddirlər. Üçüncü bənddə diqqət eləsək, 3-ə A, məskunlaşdıqları ərazi cavan platformaya uyğun gəlir. Yenə əvvəlki tapşırığımızda dediyimiz kimi, bildiyimiz kimi özbəklər Qazağın və Türkmənistanın ərazisinə Turan cavan platforması yerləşir. Yəni burada da Türkmənistan adı, türkmənlərin adı verilmədiyinə görə özbəklər və Qazaxlara oxşar cəhət kimi məskunlaşdığı ərazi cavan platformaya uyğun gəlirik, doğru hesab eləyirik. B-yə baxsaq, əhalisi əsasən İslam dininə etiqad edir. Bildiyimiz kimi, Türk dövlətləri olan Türk dövlətlərinin, 6 Türk dövlətinin hamısında İslam dininə sitayiş eləyirlər. Burada verilən xalqların içərisində bir dənə Qaqauziyadır ki, onlar İslam dininə sitayiş etmirlər. Amma bayaqdan saydıqlarımıza əsasən tapşırığımızın doğru cavabı artıq bizim üçün dəqiqləşmişdir. Tapşırığın doğru cavabı 1-ə D olaraq 5 Qazax, 2-yə 1 özbək. Tapşırığın doğru cavabı A bəndidir. Yəqin ki, qaranlıq məqam qalmadı. Digər tapşırığa baxaq. Müvafiq olaraq Qıpçaq və Bulqar dil qrupuna aid olan xalqları müəyyən etmək tələb olunur. Bildiyimiz kimi 11-ci sinif səviyyəsində verilən bir tapşırıqdır və orada Türk dövlət qurumlarının və dövlətlərinin aid olduğu dil ailəsi, Altay dil ailəsi və ona aid olan dil qrupları verilibdir və o cədvələ əsasən, yəni 11-ci sinif dərsliyində verilən cədvələ əsasən müəyyənləşdiririk ki, Qıpçaq dil qrupuna aid olan xalqlar, burada verilən xalqlardan Qazaxlar, Qumuklar və Qırğızlar, Bulqar dil qrupuna aid olanlar isə Tatarlar, Karaimlər və Başqırtlardır. Və saydıqlarımızı tapşırığın cavablarında axtarsaq, Qıpçağa 1, 2, 4, Bulqara isə 3, 5, 6'dır. Burada tapşırıqda 1, 2, 4, 3, 5, 6'dır. Burada tapşırığımızın bu hissəsində deməli cavabımız, tapşırıqda cavab D bəndi olaraq müəyyən olunur. Amma burada bir dənə birinci bənddə Bulqar olaraq verilmişdi. İkinci bənddə isə Qıpçaq olaraq İkinci bənd Qazaxlar, Qumuklar və Qırğızlar 3, 5, 6, Bulqarlara isə Tatarlar, Karaimlər və Başqırtlar. Tapşırığımızın cavabı D bəndidir. Tapşırıq. Bəli, növbəti tapşırığa keçək. Eylervin diaqramına, yenə Eylervin diaqramına müraciət edirik. Burada Qaraçay Çərkəz, yəni Eylervenin bir tərəfində Qaraçay Çərkəz, digər tərəfində isə Tıva Respublikası verilmişdir. Yəni hər ikisi Türk dövlət qurumudur və hər ikisi Rusiya dövlətinin ərazisində yerləşir. Ancaq müxtəlif regionlarında. Ərazisində hündürlük qurşaqlığı aydın müşahidə olunur. Bunun üçün yenə Türk dövlət qurumlarının yerləşdiyi fiziki xəritəyə müraciət eləməliyik. Qaraçay Çərkəz, baxırıq, Qaraçay Çərkəz Şimali Qafqaz regionunda Qafqaz dağlarının ərazisində, yəni şimal ətəklərində yerləşir. Tıva isə Altay dağlarının, Altay və daha doğrusu isə Sayan dağlarının ərazisində, yəni Sayan dağları Tıva dövlətinin ərazisinə düşür. Və əgər bir ərazi və yaxud da hər hansı bir dövlətin ərazisi dağlıq
mövqedə yerləşirsə, doğallıq mövqedədirsə və bu ərazisində hündürlük qurşaqlığı aydın müşahidə olunur bəndi həmin ərazi üçün doğru hesab olunur. Çünki hər ikisi yüksək dağlıq hissələrə uyğun gəlir. Tərkibində olduğu dövlətin 3 okeana çıxışı var. Əvvəlinci cümləmdə dediyim kimi, Qaraçay, Çərkəz və Tıva hər ikisi Rusiya dövlətinin ərazisindədir və bildiyimiz kimi Rusiya 3 okeana çıxışı var. Atlantik okean, Şimal Buzlu okean və Sakit okeana. Deməli, 1 və 2 hər ikisi üçün oxşar bənddir. Kəskin kontinental iqlim tipi formalaşıb. Bildiyimiz kimi Tıva mülayimin kəskin kontinentalında, Sibir regionunda bir mövqe tutur. Qaraçay, Çərkəz isə mülayim kontinentalda olduğuna görə kəskin kontinental iqlim tipi Tıva Respublikasına aid olan xüsusiyyətdir. Əhalisi Altay dil ailəsinin Uyğur qoluna aiddir. Əhalisi Altay dil ailəsinin Uyğur qolu bəndi Tıva Respublikasına aid olan bir xüsusiyyətdir. Sonra Qafqaz dağlarının şimal-qərbində yerləşir. Yenə də dediyimiz kimi Qaraçay, Çərkəz Qafqaz dağlarının şimal-qərbindədir və yəni bu Qaraçaya aid olan xüsusiyyətdir. Yerli vaxtı Başqırdistandan geridir. Gəlin bu xüsusiyyətində doğruluğuna və yaxud da yanlışlığına baxaq. Bildiyimiz kimi Tıva verilən Qaraçaydan daha şərqdə meridian olaraq, Qaraçay isə nisbətən qərbdədir. Başqırdistan isə hər iki Türk dövlət qurumunun arasında belə deyək, aralıq mövqe tutur. Yəni, Başqırdistanın yerli vaxtı Tıvadan geri, amma Qaraçaydan isə irəlidir. Yəni, bizim bu cümləmiz, verilən bu cümlə, yerli vaxtı Başqırdistandan geridir cümləsi, yəni bunun üçün deməli həmin məntəqə, verilən, soruşulan məntəqə Başqırdistandan qərbdə olmalıdır. Bu da Qaraçay Respublikasının Qaraçay Çərkəzə aid olduğundan, yəni onu yəni doğru cavabı ona şamil eləyirik və tapşırığımızın doğru cavabı Qaraçay, Çərkəz Qafqaz dağlarının şimal-qərbində və yerli vaxtı Başqırdistandan geridir 5-6. Tıva deməli kəskin kontinental iqlim tipi və Altay dil ailəsinin Uyğur qolu hər ikisinə oxşar isə ərazisində hündürlük qurşaqlığı aydın müşahidə olunur və tərkibində dövlət olduğu dövlətin 3 okeana çıxışı var cümləsi B bəndində, yəni bu cavablar B bəndində öz əksini tapmışdır. Növbəti tapşırığa baxaq. Uyğunluğu müəyyən edin. Bu da cədvəl tipli tapşırıqdır və verilən cümlələrin doğru və ya yanlış olduğunu müəyyən etməliyik. Verxayanski dağları ən şimalda yerləşən Türk Dövlət Qurumunun ərazisində yerləşir. Bildiyimiz kimi, ən şimalda yerləşən Türk Dövlət Qurumu Saxa Yakutistir və Verxayanski dağları bu dövlətin ərazisində yerləşir. Bəli, bu cavabımız doğru cavabdır. Yalnız qarşısında yanlış yazıldığına görə bunu tapşırığın doğru cavabı kimi qəbul etmirik. B bəndində Altay, Tıva və Qırğızistan Respublikaları Altay dağlarının ətəyində yerləşirlər. Bildiyimiz kimi Altay və Tıva bayaqdan dediyimiz və bunlar Altay və Sayan dağlarının ərazisinə düşürlər. Bəli, bu hər ikisi. Amma Qırğızistan isə o regiondan tamamilə kənardadır. Ona görə də bu cümlə yanlış cümlə olaraq qəbul edilir və qarşısına isə yanlış yazılır. Yanlışa yanlış tapşırığımızın doğru cavabıdır. Digər cavabların da doğruluğunu və yanlışlığını müəyyən etməliyik. Kopet dağ Türkmənistan və Özbəkistanın sərhədlərini təşkil edir. Bildiyimiz kimi Kopet dağ Alp-Himalay dağ qırışıqlığının müəyyən bir hissəsidir və Kopet dağ Türkmənistan və İranın sərhəddində yerləşir.
Burada isə Türkmənistan və Özbəkistana aid edildiyindən doğru deyil. Amma cümlənin qarşısında doğru yazıldığına görə biz onu doğru qəbul etmirik. Çünki yanlışa doğru verilmişdir. Şərqi Avropa düzənliyində yerləşən qurumların əhalisi Buddizm dininə sitayiş eləyir. Bildiyimiz kimi Şərqi Avropada yerləşən Çuvaşiya xristiyan, Tataristan və Başqırdistan isə İslam dininə sitayiş edir. Və bu cümləmiz yanlış cümlədir, amma qarşısı tərəfində isə doğru bənd verilmişdir. Yəni doğruda, yanlışda doğru verildiyinə görə bunu doğru cavab kimi qəbul etmirik. Tavr və Pont dağları Türkiyə Respublikasının ərazisində yerləşir. Bəli, Tavr və Pont dağları Anadolu yaylasını şimaldan və cənubdan əhatə eləyir və bu doğru cavabdır. Yalnız isə bu bəndin qarşısında yanlış olaraq yazıldığından biz bu tapşırığın cavabında artıq özümüz üçün tam yəqin edirik ki, tapşırığımızın doğru cavabı B bəndidir. Digər tapşırığa keçək. Xəritə sxemə əsasən Glauber duzu, daş kömür və alunit. Glauber 1, daş kömür 2 və alunit isə 3 rəqəmləri ilə işarələnib və buna uyğun olan əraziləri müvafiq olaraq müəyyənləşdirməliyik. Bunun üçün bizə verilən Türk dövlət və ya qurumlarında verilən faydalı qazıntıları müəyyənləşdirməliyik. Bildiyimiz kimi Glauber duzu Türkmənistanın ərazisində, yəni yenə də bu xəritə yəqin ki, hamınız üçün tanışdır və bu Türk dövlət və qurumlarının ərazisində yerləşən faydalı qazıntılar, eyni zamanda da fiziki xəritədir, yəni relyef xəritəsidir. Yəni buradan bu tapşırığın doğru cavabını tapmaq üçün istifadə edə bilərik. Və Glauber duzu Türkmənistanın ərazisində 3-də, daş kömür verilən dövlətlərin içərisində bildiyimiz kimi Türkiyədə də daş kömür ehtiyatları var, yəni bir rəqəmi ilə Qazaxıstanın ərazisində və Saxa-Yakutiyanın ərazisində daş kömür ehtiyatlarının olduğunu bilirik. Biz verilən ölkələrin içərisindən seçim edərək bu ifadələri söyləyirik. Burada yəni hər 3 ölkənin ərazisində daş kömür ehtiyatları var, ancaq biz burada tapşırığın cavablarında olan bəndlərə əsasən doğru seçim etməliyik. Bunun üçün alunit yatağına da diqqət edirik. Alunit həm Azərbaycanın ərazisində və eyni zamanda Qazaxıstan ərazisində də rast gəlinir. Burada yalnız bir ölkədə mövcud olan, yəni verilən ölkələrin içərisində mövcud olan Glauber duzu Türkmənistan ərazisində olduğundan tapşırığımızın doğru cavabı olaraq 1. Glauber duzu Türkmənistana 3-ə, daş kömür 2-yə Türkiyə və alunitə isə 5 olaraq, yəni Azərbaycan olaraq qəbul edirik və tapşırığımızın doğru cavabını A bəndi olaraq qəbul etdik. Digər tapşırığa baxaq. Bu tapşırıqda Mezozoy, Paleozoy və Kaynozoy qırışıqlığında yerləşən Türk dövlət və qurumlarını müəyyən edini bizə tapşırılıbdır. Bildiyimiz kimi, gəlin geoloji xəritəyə baxaq. Bildiyimiz kimi, Mezozoy qırışıqlığı, əgər daha biraz geniş miqyasda bu mövzuya giriş eləsək, Mezozoy qırışıqlığına aid olan ərazilər Lavraziya qurusunun, yəni Avrasiya materikinin və Şimali Amerika materikinin ərazisindədir. Və Avrasiya materikində isə Mezozoy qırışıqlığı əsasən daha, baxın, bu xəritənin legendasına əsasən müəyyən edə bilərik ki, Mezozoy qırışıqlığı orta qırışıqlıq hesab edilir və bu da Saxa-Yakutiyanın ərazisinə uyğun gəlir. Paleozoy qırışıqlığı
Paleozoy qırışıqlığı da bildiyimiz kimi, paleozoy qırışıqlığı qədim dağ qırışıqlığına aiddir. Ural, Skandinaviya, Böyük Sayıcı, Appalaç, Kap-Əjdaha dağları, yəni bu qırışıqlığa aid olan dağlardır. Və burada da bizə aid olan hissə, yəni Türk dövlətlərinin yerləşdiyi ərazi olaraq müəyyən etmək istəsək, Ural dağlarını tapşırığımızda yerləşən, Ural dağlarının ərazisində yerləşən ölkələri axtarmalıyıq. Digər tərəfə nəzər yetirək, Kaynazoy qırışıqlığı. Bildiyimiz kimi Kaynazoy qırışıqlığı, yəni Alp-Himalay dağ qırışıqlığı ən sonuncu yaranan dağ qırışıqlığıdır və ən cavan əraziləri götürməliyik. Bunun üçün tapşırığın cavabına baxaq. A bəndində Tıva, bildiyimiz kimi Tıva, Altay, Sayan dağlarının, yəni Tıva, Xakas və Altay Türk dövlət qurumları yenidən törənmiş dağların ərazisindədir. Deməli, A bəndi bizim doğru cavabımız deyil. B bəndində Özbəkistan, bildiyimiz kimi, bayaq ifadə verdiyim kimi, Özbəkistanın ərazisi Mezozoyda yerləşmir, çünki Mezozoy Saxa-Yakutiyan ərazisindən uyğun oldu. Azərbaycan ərazisində Paleozoy qırışıqlığına aid olan, yəni bu və eyni zamanda aid deyil, nə də Özbəkistana. Eyni zamanda da Türkmənistanın ərazisində ərazi olaraq götürə bilərik Kopet dağı, amma bildiyimiz kimi Özbəkistan Mezozoy qırışıqlığında artıq bizə imkan vermədi. C bəndində yenə Qazaxıstan, Başqırdistan və Türkiyə, burada Qazaxıstanda cavabımıza uyğun gəlmir. Tapşırığımızın doğru cavabı Saxa-Yakutsk Mezozoy, yəni Verxanyansk-Çeriski dağlarına görə, Başqırdistan Ural dağlarına görə, Sintezyan Uyğur isə verilən cavan dağ qırışıqlığı ərazisində yerləşdiyi üçün Kaynazoy qırışıqlığına aid olan ərazi olaraq götürürük. Bizim tapşırığımızın doğru cavabı D bəndidir. Növbəti tapşırığımız yenə doğruya doğru, yanlışa yanlış bəndi müəyyən etməliyik. Türkiyənin daxili suları 2 okean və daxili axarsı sövzəyə aiddir. Bu, əslində, bunu da yenə xəritə ilə müəyyən etsək, həm bizim üçün maraqlı faktlar ortaya çıxar. Deyildiyi kimi, Türkiyənin daxili suları 2 okean, yəni Türkiyənin çayları Qaradəniz və Aralıq dənizinə aid olduğu üçün Atlantik okeanına, Dəclə, Fərəd çayları Hind okeanına və Kür və Araz çayları isə Xəzər hövzəsinə aid olduğundan Türkiyənin daxili suları 2 okean və daxili axarsı sövzəyə aid olduğunu görürük. Azərbaycan ərazisindən kənara səth axını yoxdur. Cümləsi, bəli, doğru bənddir. Bildiyimiz kimi Azərbaycan ərazisinə kənardan səth axınları var. Kür çayı, Araz, Qanıq, Qabırlı, Samur, Astara çay və Oxcu, Ağstava, yəni bir neçə Mazım çay, yəni bir neçə belə daha çaylarımız var ki, Azərbaycan ərazisinə kənardan, yəni tranzit xarakterli kənardan daxil olur. Amma Azərbaycanın ərazisindən isə kənara doğru səth axını yoxdur. Bunu Azərbaycan sərhədlərinin əsasən yüksək dağlıq ərazilərdən keçməsi ilə əlaqələndirirlər. Yəni, bu tapşırığımızda bu bənd doğru bənd hesab olunur. Tarım çayının mənsəbi Avrasiyanın ən böyük daxili axarsı sövzəsinə aiddir. Cümləsinin doğruluğuna baxaq. Tarım çayı bildiyimiz kimi Sintezyan Uyğur Respublikasının ərazisindədir və burada, bəli, tarım çayı Təkləməkan səhrasında itir. Yəni, daxili axarsı sövzəyə aiddir. Yalnız Avrasiya materikinin ən böyük daxili axarsı sövzəsi bildiyimiz kimi Xəzər hövzəsidir. Buna görə də biz 3-cü bəndi doğru hesab etmirik. Yanlışda yanlış axtarmalıyıq. Qazaxıstanın daxili suları yalnız daxili axarsı sövzəyə aiddir cümləsini. Bildiyimiz kimi Qazaxıstan ərazisində Ob çayı
qolları olan Ob, İrtış, İşim. Baxın buradan başlayaraq İrtış, İşim çaylarının qolları Qazaxıstandan, yəni bu çayları Ob çayının qolu olaraq Qazaxıstandan başlayır və Ob olaraq sonra Şimal Buzlu Okeana tökülür. Qazaxıstanın digər çayları Ural və Enba çayları Xəzər hövzəsinə, Sırdərya ərazisinin bir hissəsindən keçən Sırdərya çayı Aral hövzəsinə, İyli çayı isə Balxaş hövzəsinə tökülür. Yəni Qazaxıstanın daxili suları yalnız daxili xarşı hövzəyə aiddir cümləsi doğru cümlə deyil. Qazaxıstan Şimal Buzlu Okeanına və 3 daxili axarsız hövzəsi var. Yəni çayları bura aiddir. Yəni yanlışda, yanlış olduğuna görə bu artıq bizim doğru cavabımız olaraq götürə bilirik. 5-ci bəndə baxaq. Aral gölü Qaraqalpaqistan Dövlət Qurumunun Qazaxıstan və Özbəkistan Respublikalarının ərazisində yerləşir. Bildiyimiz kimi Qaraqalpaqistan Aral gölünün sahilində cənub-qərb hissəsindədir və Aral gölü eyni zamanda Qazaxıstanın və həm də Türkmənistanın sərhədləri ilə, yəni onunla əhatələnmişdir və bu 5-ci bənd doğru cavabdır. Yanlış bəndin aid olduğundan biz onu qəbul etmirik. Çünki bu cümlə doğru cümlədir. Yenisey çayının stoplayıcı hövzəsinə Baykal ətrafı ərazilər daxildir cümləsi də bizim tapşırığımızda doğru cavabdır. Dəqiqliyinə baxmaq üçün yenə də xəritəyə baxırıq. Bəli, Yenisey çayı öz qollarını Baykal ətrafı ərazilərdən yığır. Yəni o ərazilər onun stoplayıcı hövzəsidir. Bu cavab da doğru cavab olduğundan biz onu yanlış bəndə götürmürük. Tapşırığın doğru cavabı 1, doğruda doğru 1, 2, yanlışda yanlış 4. Tapşırığın cavabı C bəndidir. Xəritə sxemə əsasən Atrik, Qızılırmaq və Lena çaylarının yerləşdiyi Türk dövlət və ya qurumlarını müvafiq olaraq müəyyən edək. Xəritədə bizə Türk dövlət qurumlarının ərazisi verilən siyasi xəritə verilmişdir və bu xəritəyə əsasən və eyni zamanda Türk dövlət qurumlarının ərazisində olan, yəni buranın hidroqrafik şəbəkəsini yadımıza salmalıyıq. Bildiyimiz kimi Atrik çayı Xəzər hövzəsinə aiddir, yəni dünyanın ən böyük daxili axarsız hövzəsinə aiddir və Türkmənistan ərazisindən Xəzərə tökülür. Yəni Türkmənistanın Xəzərin cənub-şərqindədir və bu ərazidən, buradan Xəzərə tökülən bir çaydır, yəni daxili axarsız hövzəyə aid olan çaydır. Yəni Atrik çayını Türkmənistan olaraq qəbul edirik, Xəzər hövzəsi. Növbəti çay Qızılırmaq çayı. Qızılırmaq Türkiyənin ərazisindədir və bu da buradan Qara dənizə tökülür. Yəni Türkiyənin ərazisindən Anadolu yaylasından Qara dənizə, cənubundan Qara dənizə tökülən. Yəni mənsəbi Qara dənizin cənub hissəsidir. Üçüncü çayımız Lena çayı və Lena çayı burada verilən 4-cü Türk Dövlət Qurumunun, yəni ərazisinə görə ən böyük, ən şimalda yerləşən, ən ekstremal ərazisi, daha ərazisinin böyük hissəsi olan, dünyada illik amplitudanın ən çox olduğu ərazidir və bu ərazi də Saxa-Yakutyanın ərazisidir. Lena çayı Saxa-Yakutyanın ərazisindən Şimal Buzlu Okeana tökülür. Yəni bu tapşırığın doğru cavabı Atrik çayına, Atrika 1-ə 3, Qızılırmağa 2-ə 1 və Lena çayına isə 3-ə 4. Tapşırığın doğru cavabı A bəndidir. Bununla da bugün sizinlə müzakirə etmək istədiyimiz tapşırıqlar
sona yetdi və ümid edirəm ki, hər biriniz üçün yararlı oldu. Növbəti vebinarlarda görüşənədək. Hamınıza sertifikasiya imtahanlarında bir daha uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.